Birdən görsən bidət əhli, amma abiddir, ibadət eləyir, özünü həlak eləyir ibadətdə. Yəni gecə namaz, gündüz oruc. Deyir, la təclis məhu, oturma ondan deyir. Yəni sənə deyir ki, ibadətindən çaşdırma. Yəni insan ibadəti özünədir, etiqadı cəmaatadır. Aydındır, kim nə eləyir evdə, kim nə eləyir meçiddə, kim nə ibadət edir, özünü eləyir. Amma etiqadı, sözü, fikri cəmaata atır. Ona görə İmam Əhməddən soruşurlar ki, rahiməhullahdan, bir kişi gecə namaz qılır, gündüz oruçdur, bu Allaha xeyirlidir, yoxsa insanları bidət əhlinin şərindən çəkindirənmi xeyirlidir? İmam Əhməd deyir ki, amma birinci, yəni abid, etdiyi əməllər özü üçündür. Amma ikinci, onun etdiyi əməllər ümmət üçündür. Əlbəttə ki, o daha Allah qatında hörmətlidir. Bəzilər bunu fitnə sayırlar. Çox danışır, nə bilim, bölür, dağıdır. Ya, heç kimisi bölmür. Məyəm, haqqı demək, bölmək olub, qoy olsun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin müşriklər və kafirlər tərəfindən bir vəsfi də bölən idi. Peyğəmbər sallallahu vəsfi ikidir. Bir kafirlərin verdiyi vəsf, məcnun, dəli, kahin, şair. Bu kafirlərin vəsfi idi. Və Muhammed sallallahu bu vəsfdən uzaq idi. Bir də Allahın və sahabələrinin Peyğəmbər sallallahu verdiyi vəsfidir. Allahın kitabında və Peyğəmbərin, sahabələrin onun görünüşündə zahiri. Kafirlərin vəsfindən biri də nədir? Fərraqa Muhammed. Muhammed böldü beynəl ummi vəl ibn. Ana ilə balanı böldü. Bəli, Muhammed s.ə.v böldü. Haqla batili böldü, bəli. Muhammed s.ə.v böldü. Ona görə Əhl-i-Sünnə vəl-Cəmaənin sifətlərindən biri odur ki, kafirlərin Muhammed s.ə.və dediyi adlar Əhl-i-Sünnəyə deyilməlidir. Onlardan biri də bölür. O Muhammed s.ə.v üçün deyiblər. Və Əhl-i-Sünnə vəl-Cəmaə deyilməsi qərib deyil. Söz qərib deyil. Bunu Allah Rasuluna deyiblər. Sallallahu aleyhi ve selleme. Elhamdülillah. Ona görə İmam səhifələməsə İmam İbn Bəttə öz İbana kitabında, İbana Kubrada deyir ki, Əhl-i-Sünnə vəl-Cəmaənin sifətlərindəndir ki, onlar bidət əhli tərəfindən ləqəblənəcəklər. Necə kafirlər Muhammed sallallahu aleyhi və səlləmə ləqəb qoyurdular. Üzməz biz o ləqəblər. Aydındır, xeyr əhli heç vaxt o sözü deməz. Və başa düşən heç vaxt o sözü deməz.